borc bilirəm özümə qeyd edeyim ki, Allah bizim xalqımıza böyük nemət verib ki, biz Əhl-i Beyti sevirik. Mən xalqımı çox istəyirəm. Həqiqətən də bu millət sevilməyə layiq millətdir. Ona görə ki, mən fikirləşdim ki, bu fəzilətlər ki, bizim xalqımızda var. Adam gedir də biraz başqa ölkələri də gəzir, görür. Görürsən ki, bizim xalqın gözəl xüsusiyyətləri var ki, çox az xalqlarda var. Mən onu araşdırdım öz-özümə. Məncə bu Əhl-i Beyt məhəbbətinin nəticəsidir. Bizim xalqımız qəribə bir xalqdır. Məzhəbindən asılı olmayaraq hamısı İmam Hüseynin əzadarıdır. Azərbaycanda tarixən Aşura günü də məzhəb fərqi olmayıb. Aşura günü bütün məzhəblərdən olan müsəlmanlar İmam Hüseynin əzası. Bu yeganə bəlkə dünyada unikal bir dövlətdir, bir xalqdır. Ki İmam Hüseynin adı gələndə məzhəb yaddan çıxıb. Bunun nümunəsini biz yaratmışıq. İndi xarab eləməsələr. Amma bizim xalqın, millətin hansı məzhəbdən olmasından asılı olmayaraq İmam Hüseyin bizim üçün ortaq dəyər olur. Bir millət ki, 1000 illərdir bir ailəyə göz yaşı tökür, o böyük millətdir. Bir ailənin qəmini gətirib şəxsi qəm eləyib, Peyğəmbər ailəsinin qəmini, Hüseynin balalarının qəmini gətirib öz şəxsi qəminə, şəxsi matəminə çeviribsə, o böyük millətdir. 40 gün, 60 gün Məhərrəm səfər ayını bu xalq şadlığı özünə haram eləyib Peyğəmbərin ailəsinə görə. Bu böyük millətdir. Bu gör nə qədər fədakar millətdir, egoist millət deyil. Kimi üçünsə fədakarlığı bacaran bir millətdir. Doğrudan da 3 yaşlı uşağa ağlayan millət doğrudan da ağlaya bilirsə, mənasını başa düşərək matəm saxlayırsa, o millət cinayət eləməz. Doğrudan da başa düşərək əzadarlıq edirsən. 3 yaşlı uşağın, 6 aylıq uşağın öldürülməsinə göz yaşı tökən insanın və millətin, cəmiyyətin ürəyində mərhəmət yaranar. Bu böyük dəyərdir. Vallah böyük bir dəyərdir ki, Allah bizim xalqa bunu verib. Məkkəyə gedirsən, Mədinəyə gedirsən, İmam Həsən Mədinədə doğulub. Peyğəmbərin şəhəridir Mədinə. Orada bu günlərdə il ərzində ən çox toy elədikləri günlər Məhərrəmin 1-dən 10-una qədərdir. Bu onların vətənidir. Onların qəbrinin vəziyyətinə bax. Azərbaycanda bir seyid dünyadan köçür ki, neçənci babası gedir Peyğəmbərə, çıxır cəmaət qəbrini ziyarətgah eləyir, başına dolanır. Vəsaitindən xərcləyir. Bu böyük bir dəyərdir bir millət üçün. Fəzilətli insanlara sayğı bir millətin fəzilət sahibi olmasının müqəddiməsidir. Bu böyük bir nemətdir. Bizim ətimizə, qanımıza qarışıb bu məhəbbət. Xəmirimiz Əhl-i Beyt məhəbbəti ilə yoğrulur. Mən bugün sizin üçün bir neçə şey yazmışam. Baxdım klassiklərimizin əsərinə. İstəyirəm bu yazılsın, qalsın. O kəslər ki, deyir, Məhərrəm, bu məzhəb bizə qıraqdan gəlib, görsünlər ki, biz dünyaya bu məzhəbi tanıtdırmışıq. Bu məzhəbi dünyaya tanıtdıran xalq Əhl-i Beyt məhəbbətini ən çox yaşadan millətlərdən biri bizik. Bizə bu kənardan gəlməyib. Əvvəldən bizim ürəyimizdə bu məhəbbət olur. Klassiklərimizin əsərinə baxın bir-bir. Füzulidən tutmuş Əliyağa Vahidə qədər. Mərsiyə bir bölmədir bizim ədəbiyyatda. Mərsiyə ədəbiyyatımız var. Mən yazmışam bir neçəsin, icazə ver söz oxuyum bu gecə sizlər üçün. Öz şairlərimizin İmam Hüseyni vəsf eləməsi. Füzuli deyir, Mah-i Mühərrəm oldu, müsərrət həram edir. Matəm bugün şəriətə bir ehtiram edir. Deyir, Məhərrəm ay gəldisə, şadlıq haramdır. Bugün matəm saxlamaq dinə ehtiramdır, hörmətdir, dinə, şəriətə hörmətdir. Hər zərrə əşk kim tökülür zikri al ilə, səyyare-i sipəhri uluvvi məqamidir. Deyir, bir damcı yaş da tökülürsə Əhl-i Beytin müsibətində, insanı ən uza zirvələrə qaldırır, ən uza məqamlara qaldırır. Hər məddi ah kim çəkilir Əhl-i Beyt üçün,
Miftah-ı Rövze-i Dər-i Darüssalam edir. Deyir, hər adam ki ah çəkir, Əhl-i Beytin qəmində. Cənnət qapısının asarı bu ahdır. Bunu Füzuli deyir. Cənnətə girmək üçün asardır bu insanların çəkdiyi ah. Abbasqulu Ağa Başıxanov, Qudsi ləqəbi ilə mərsiyələr yazır. Kərbəla saxla gilən, nəşi Əli Əkbərmi, verirəm çünki əmanət sənə gül peykərmi. Vasıl müəllim danışırdı bir dəfə, Dövlət televiziyasından özüm eşitdim. Şəxsən qulaq asırdım. Dedi, Abbasqulu Ağa qızının, Abbasqulu Ağa Başıxanovun bir qızı vardı, tarixdə var. Xanımın adı Tuğra xanımdır. Deyir ki, beyt şeir, bilmirəm, çox yazıb, az yazıb, yadigar qalıb ondan. İki misra. Deyir, Tuğra xanımam, hər iki dünyada əzizəm, Abbasqulu Ağa qızı Zəhraya kənizəm. Bizim millətin dahiləri, böyükləri özlərini Əhl-i Beyt qapısının nökəri hesab ediblər və buna iftixar ediblər. Seyyid Əzmi Şirvani Hərçənd daşıb seyyidi biçara günahın, təsir eləyib cümlə hamı xalq üçün ahın. Deyir, düzdür sənin günahın çoxdur, Seyyid Əzmi özünə deyir. Düzdür, günah çox eləmirsən və günahın ahından cəmaat da təsirlənib. Amma qorxma, xof eyləmə, məhşər günü axırda pənahın, bir kimsənə qeyrəz, şəh-i gülgün kəfən olmaz. Deyir, darıxma, narahat olma, amma qiyamətdə Hüseyin sənə şəfaət eləyər. Ümidim bunadır. Ümidim bunadır ki, günahım çox olsa da İmam Hüseyin əlimdən tutar. Mirzə Ələkbər Sabir baxdı üçün Əkbərinin nizədə Leyla üzünə, gördü zülfü tökülüb çün şəbi yelda üzünə. Dedilər, kimdir bu övrət, bizi nalan eləyən, yoxsa Leyladır bu məzmun kimi əfqan eləyən, səni ey tazə cavan, qanına qəltan eləyən, necə məhşərdə baxar Həzrəti Zəhra üzünə. Sabira, hər il əza saxla Əli Əkbərəsən, Kərbəlada gedib ağla o şəhid davarəsən, gəl qiyamətdə bu cəm ilə səfi məhşərəsən, qalma iki dünyada o mövla üzünə. Bu da Mirzə Ələkbər Sabirin. Xurşudbanı Natavan söylə Hüseynə ey səva, kər bu bəlaya gəlməsin, gəlsə düşər bu dəştidə dərd bəlaya gəlməsin. Özünə müraciət edir. Deyir, Fatimənin kənizi bu, qissəni eylə kim tamam. Özünə deyir, ey Fatimənin kənizi, bu mərsiyəni qutar. Fatimənin kənizi bu, qissəni eylə kim tamam. Bir-birə dəydi mərd zən, şura gəlibdi xasuam. Deyir, cəmaatda hal qalmadı bunu eşitməyə, bu mərsiyəni. Axırda nə deyir? Deyir, nohə edər bu natəvan, ruzu şəb ağlayar müdam, tapmasa bir dəri nicat, dar-ı bəqaya gəlməsin. Deyir, gecə gündüz nohə oxuyub ağlayaram, çünki bu gözyaşı olmasa qiyamətdə mənə nicat verən bir şey yoxdur, bir vasitə yox. Aşura bizim milli dəyərimizdir. Aşura bizim milli kimliyimizin tərkib hissəsidir. Aşura bu millətdən ayrılmaz bir dəyərdir. Dünyanın harasında Azərbaycanlı yaşayırsa, Aşura günü yadına düşür ki, mən Azərbaycanlıyam. Gedir məscidə, əzadarlıq eləyir, mətbəxinə də sirayət eləyib, hədiyə pişirirlər. Bütün mədəniyyətimizə teatr sənəti haqqında, tarix haqqında nəsə kitab yazırlarsa, şəbih bölməsi var, şəbih haqqında yazırlar. Bütün həyatımızın hər sahəsinə İmam Hüseyin məhəbbəti sirayət edir. Bu dəyərin qədrini bilək. Böyük bir əmanətdir, ata-babalar bizə verir. Bu məhəbbət xalqa fəzilətləri sevməyə xalqı təşviq eləyir. Ona görə bizim xalqımız fəzilətlidir. Ona görə dəyərli xalqıq biz. Ona görə biz
qəddarlıq bacarmırıq. Amma bu acizanə ağlamaq deyil. Bu ağlamaq, bu göz yaşı izzət verir insana. Çünki bu qəhrəmanı sevməkdir. Aciz adamı sevmirik biz. Biz aciz adama ağlamırıq ki, kimsəsiz bir aciz adam olsun. Bizim ağalarımız, biz göz yaşı tökdüyümüz insanlar başlarının bədənindən ayrılmasına razı olublar, amma zillətə razı olmayıblar. Bu acizlik göz yaşıdır deyə bir millət min ildir niyə ağlayır? Qəhrəman insanlara, fəzilətli insanlara axıdılan göz yaşıdır.